Salam hörmətli müəllimlər. Mən MHM Tədris Mərkəzinin riyaziyyat müəllimi Cəbrayıl müəllim. Bu gün sizlərə inteqraldan çox önəmli, vacib, yəni keçən MİQ imtahanında da istifadə olunmuş sual tipləri izah edəcəm. Hər kəsin diqqətinin maksimum olmasını istəyirəm. Başlayaq birinci suala. Birinci suala baxaq. Oyuq soxu x plus y bərabər 2 düz xətti və y bərabər x kök x əyrisi arasında qalan sahənin OX oxu ətrafında 360 dərəcə dönməsindən alınan fırlanma cisiminin həcmini tapın. Bəli, ilk iki sualımız fırlanma cisimlərinin həcminin integral vasitəsinin hesablanmasına aiddir. Və bir daha deyirəm, bu tip sual keçən MİQ imtahanında istifadə olunmuşdu. Tam elə buna, indi bundan sonraki suala bənzər bir sualdır, görəcəksiniz. Başlayaq birinci sualın həllinə. Demək, öncə koordinat oxlarını çəkək. Aha. X oxu, Y oxu. Deyir ki, x plus y bərabər 2 düz xətdir. Y oxu üzərində 2 nöqtəsin, x oxu üzərində 2 nöqtəsini qeyd edirəm. Bu düz xətti çəkdim. Daha sonra y bərabər kök x funksiyası. Y bərabər kök x funksiyasını çəkdik və deyir ki, bir də OX oxu. Yəni həmin məhdud sahə bax buradır. Yəni əhatə olunmuş sahə verilmiş əyrlərlə əhatə olunmuş sahə buradır. Deyir ki, bu sahənin OX oxu ətrafında 360 dərəcə dönməsindən alınan fırlanma cisiminin həcmini tapın. Aha. Öncə o fırlanma cisimini göstərək. Bax, bunu simmetrik olaraq bu sahəni aşağı aşırsan, belə və düz xətti də bu şəkildə quraq. Və həmin sahə, fikir verin, gördüyünüz bax bu hissə, bu sahənin fırlanmasından necə bir sahə alınacaq? Bax, burada göstərirəm. Belə, belə, bax, belə bir fırlanma cismi alınacaq. Sərhədlər, bura 2-dir, məlumdur, bura 0-dır. İndi mən burada fikir verin, sağ tərəf y bərabərdir, yaxud da x plus y bərabər 2 düz xəttinin qrafikidir. Bu isə y bərabərdir kök x-in qrafikidir. Öncə bunları bərabərləşdirsən, yəni y bərabərdir mənfi x plus 2-dir. Bunu kök x-ə bərabərləşdirsən, buradan görürəm ki, x bərabər 1-dir. Yəni sağdakı kəsmə nöqtələri, bax, buradakı kəsmə nöqtələri bunların nədir? 1 nöqtəsidir. Və integrala 2 hissədə baxacam. 0-dan 1-ə 1 baxacam bu sahəyə, bu sahənin fırlanmasına. Buradan göstərirəm. Bu sahənin fırlanmasına 1 baxacam, soldakı sahəyə, fiqurun həcminə daha doğrusu. Sağdakı və buradakı sahənin fırlanmasına da ayrı baxacam. Bax, buradan alınan cismin də həcminə ayrı baxacam. Biz bilirik ki, fırlanma cisimlərinin həcmini tapanda V bərabərdir. Pi vurulsun, əgər iki müxtəlif funksiya varsa, integral, sərhədlər AB parçasında təyin olmuş f və gx funksiyası üçün modul daxilində f kvadrat x minus g kvadrat x dx üstündən istifadə edirik. Ümumi iki müxtəlif funksiyanın qrafikindən əhatə olunmuş AB parçasında təyin olunmuş funksiyalardan söhbət gedir. Fiqurun, demək, fırlanma cisiminin həcmini bu üstündən hesablayırıq. Amma indi bizdə mən ayrı-ayrı hesabladığıma görə istifadə edəcəm nədən? Tək-tək funksiyalardan istifadə edəcəm. Yəni, V bərabərdir. Pi vurulsun integral A-dan B-yə f kvadratı x dx-dən istifadə edəcəm. Çünki iki funksiyalara bir daha deyirəm, ayrı-ayrı baxıram. Yaxşı. Bizim funksiyamız nədir? Birinci funksiyamız y bərabər kök x funksiyasıdır. Sərhədlər 0-dan 1-ə. Onda birinci həcm belə olacaq. Ümumi V bərabər olacaq. İntegral 0-dan 1-ə, sərhəd pi vurulsun əlbəttə ki, 0-dan 1-ə. Birinci funksiya nədir? Kök x funksiyasıdır. Kök x-in kvadratı dx. Üstə gəl, sağ tərəfə də ayrı baxacam buradakına. Çünki bunların kəsmə nöqtəsi var burada. İkisi kəskirlər. Ona görə bunlara bu şəkildə baxıram. İntegral pi vurulsunu unutmayaq. 1-dən digər sərhəd 2-dir. Digər funksiya hansı funksiyadır? Bax, bu funksiyadır. Bu funksiyanı da yazmışıq burada. Bax, burada yazıram. Y bərabər mənfi x plus 2 funksiyasıdır. Yaxud da 2 minus x funksiyası. Demək, 2 minus x kvadratı dx bərabərdir. Bax, bu integralı həll edəcəm və alınan fəza cisminin həcmini verəcək bizə.
bərabərdir. Pi-ni çıxardaq kənara. Demək, olacaq kök x-in kvadratı, elədik x. Bunun da ibtidai funksiyası x kvadrat bölü 2-dir. Sərhədlər 0-dan 1-ə. Üstə gəl. 2 minus x-in kvadratını açaq. Öncə 0-dan, daha doğrusu 1-dən 2-yə. Olacaq 4 minus 4x plus x kvadratı dx. Bu da bərabərdir. Burada bunu hesablayaq. Pi vurulsun. Demək, 1-i yerinə qoyanda 2-də 1, 0-ı yerinə qoyanda 0, 2-də 1-i yazdıq. Üstə gəl. Demək, 4-ün ibtidai funksiyası 4x, 4x-in ibtidai funksiyası 2x kvadratı, x kvadratında x kub böl 3, sərhədlər də hardan hara? Demək, 1-dən 2-yə. Yaxşı. Bərabərdir. Hesablayaq bunu. Pi vurulsun. 2-də 1, üstə gəl. Demək, indi 2-ni yerinə qoysaq 8x, 8 minus 2-nin kvadrat 4, 8. Yəni, olacaq belə 8 minus 8, 2-nin kubu 8, üstə gəl 3-də 8. Çıxılsın, 1-i yerinə qoyanda 4 minus 2 plus 3-də 1. Demək, 4 minus 2, 2 plus 3-də 1-i də yazaq və bunu da hesablayaq, olsun cavab. Elə burada hesablayacaq. Bərabərdir, pi vurulsun. 2-də 1 qaldı, bu 8-lər getdi. 2-də 1 qalıb, burada bir dənə fikir verin. 3-də 8 minus bunda 3 üçün 6 da 1, 7. 3-də 7 yazaq. Yəni 2-də 1 plus 3-də 8 çıxılsın. 4 çıx 2, 2. 2-nin də üstünə 3-də 1 gələndə 3-də 7. Çıxılsın 3-də 7. Qalacaq 3-də 1. Bərabərdir. Pi vurulsun 2-də 1 ilə 3-də 1-in cəmi, o da 6-da 5 edəcək. Vurulsun 6-da 5. O da elədi 5 pi bölünsün nə? 6. Bu oldu nə? Bizim, bax burada gördüyünüz fırlanma cisminin həzmi. Bunu hətta başqa rənglə də göstərə bilərəm bu hissəni. Bax burada belə bir fırlanma cismi əmələ gəlmişdi. Bax belə. Yaxşı. Davam edirik növbəti sualımızla. İkinci sual. İkinci sualda yenə fırlanma cisimlərinə aiddir. Baxaq. Deyir, y bərabər x kvadrat və y bərabər 2 minus x kvadrat əyrilərinin kəsməsi ilə əhatə olunan sahənin OX oxu ətrafında 360 dərəcə fırlanmasından alınan fəza cisminin həzmini tapın. Yenə mən qrafikləri qeyd edəcəm. Y bərabər x kvadratı qollar yuxarı yönəlmiş koordinat başlanğıcından keçən paraboladır. Y bərabər 2 minus x kvadratı qolları aşağı yönəlmiş, bax belə bir paraboladır. Bunların kəsmə nöqtələrin öncə tapaq. X kvadratı, bura əlbəttə ki 2 nöqtəsidir. X kvadratı bərabərdir 2 minus x kvadratı. Buradan 2x kvadratı əgər 2-dirsə, x kvadrat bit, x oldu plus minus 1. Yəni, bura demək kəsmə nöqtələri mənfi 1. Burada nədir? 1. Sahəmiz də haradır? Bax, budur. İndi baxaq, deyir ki, sahəsinin OX oxu ətrafında 360 dərəcə fırlanmasından alınan fəza cisminin həzmini tapın. Bayaqları biz nə dedik? Dedik ki, fəza cisimlərin iki müxtəlif funksiyanın kəsməsi ilə verilən, kəsməsi ilə alınan sahənin OX oxu ətrafında fırlanmasından alınan fəza cisminin həzmi V bərabərdir. Pi vurulsun integral sərhədlər AB sərhəddir. Modul f kvadrat x minus c kvadrat x dx düsturu ilə hesablanır. İndi bizdə sərhədlər var. Onda v bərabər olacaq. Sərhədlər, pi vurulsun sərhədlər mənfi 1-dən 1-ədir. Olacaq x kvadratı, x kvadratının kvadratı əlbəttə ki, çıxılsın c kvadrat x. Yəni, digər funksiyamız nə idi? 2 minus x kvadratdır. Bax, 2 minus x kvadratının kvadratı demək dx. Bax, bunu biz hesablayacaq, cavabımız alınacaq. Bərabərdir. Pi vurulsun. İntegral mənfi 1-dən 1-ə. X üstü 4 minus, burada olacaq 2-nin kvadratı 4. Minus 4x kvadratı. Demək, birincinin ikinci asılının 2 misli də demək
minuslu plus olacaq 4x kvadratı mənfiyə görə. Plus x üstü 4'dür. Burada da minusa görə, mənfiyə görə minus x üstü 4 olacaq. Birincinin kvadratını yazmadı. Axı 4 qaldı. Minus 4'ü unutduq. Başda 2'nin kvadratı 4, mənfiyə görə 4. Yaxşı. X də qaldı yerində bərabərdir. Bax, x üstü 4'lər getdi. Bərabərdir. Pi vurulsun. Demək, burada nə qalıb? 4x kvadratı minus 4 qalıb. İbtidai funksiyasını yazaq və hesabımızı davam etdirək. 4x kvadratın ibtidai funksiyası 4 vurulsun x kubu bölü 3'dür. 4'ün də ibtidai funksiyası 4x-dir. Sərhədlərdə məlum mənfi 1-dən 1'ə bərabərdir. Pi vurulsun. 1 yerinə qoyanda 4 minus, 3'də 4 minus, 1 yerinə qoyanda 3'də 4 minus 4 çıxılsın. Mənfi 1 yerinə qoyanda mənfi 3'də 4, mənfi 3'də 4, üstə gəl 4. Üstə gəl 4. Mənfi 1'ə görə üstə gəl 4. Yaxşı. Bərabərdir. Pi vurulsun. İndi bunu hesablayaq. 3'də 4'dən 4 çıxaq. Yaxud da belə yazaq da bunu. 3'də 4 plus 3'də 4. Eləcə 3'də 8. 3'də 8. Burada olacaq. Mənfi 4 bir dənə var. Mənfi 4. Mənfi minus 4. Bu da mənfi 4. Minus 8. Minus 8. Bu da bərabərdir. İndi bunu modulda yazmışıq da. Modulda yazdığımızı unutmayaq. Hər ehtimala bir dənə də baxaq buna. Bax, belə yazdıq. 2 minus x kvadratı deyildimi? Bəli. Oldu x üstü 4. X üstü 4. Minus 4. Minus 4'ü yazmışıq. Minus 4x kvadratı. Mənfiyə görə plus 4x kvadratı olacaq. Plus x üstü 4. Burada da mənfiyə görə minus. X üstü 4'lər getdi. 4x kvadrat minus 4. Bu da oldu 4x kubu bölü 3 minus 4x. Və sərhədlər də mənfi 1'dən 1'ə idi. 1 yerinə qoyanda oldu. Düzdür. 1 yerinə qoyanda nə oldu? Oldu 3'də 4 minus 4. Sonra mənfi 1 yerinə qoyduq. Mənfi 3'də 4 plus 4. Bu da gözəl. Və sonda 3'də 8 bunlar verdi. Minus 8. Bu da bizə verəcək. Pi vurulsun. Təbii ki, modulda unutmayaq. Modul var burada. Hər birində bunların modul var. Çünki modulda yazmışıq. Aha. Yaxşı. Nəticə nə olacaq? 3, 8, 24, 3'də 16 pi. 3'də 16 pi. Belə yazaq. Demək, 24, 3'də 16 pi oldu. Keçdik növbəti suala. 3-cü suala baxaq. 3-cü sualda deyir ki, integral 1'dən sinüs x-ə y üstü t kvadrat dt olarsa f eşittir x 0 eşittir x 0'ı tapın. Baxın müəllimlər, bu tip integralların da xüsusi qaydası var. Əlbəttə ki, ənənəvi üsuldan bunu yaza bilərik, amma daha qısa üsulu var. Daha qısa üsul, bax, belə bir şey deyəcəm. Baxın, fx bərabərdir. Məsələn, integral u-dan v-yə fx dx. Əgər bizdən f'(x) soruşsa, f'(x)'i biz bunu necə tapacağıq? f'(x) bərabərdir. Demək, belə olacaq. f'(x) bərabərdir. V-nin törəməsi vur. V-nin törəməsi vursun fv. Çıxılsın, bu v-dir bu. Çıxılsın, u-nun törəməsi vursun fu. Bax, bu şəkildə hesablanır. İndi funksiyamızı görürük. Yazaq belə. f'(x) bərabərdir. Demək, öncə fx-i yazaq. Fx bərabərdir. Verilərini qeyd edək. Fx bərabərdir. İntegral 1'dən sinüs x-adır. Funksiyamızda y üstü t kvadrat dt-dir. Onda yazacağıq f'(x) bərabərdir. Demək, sinüs x-in törəməsi vurulsun y üstü sinüs kvadrat x, t'nin yerinə sinüs x yazdım. Çıxılsın, 1'in törəməsi vurulsun y üstü 1'in kvadratı, daha doğrusu y üstü demək t'nin yerinə 1 yazacaq. Bəli, 1'in kvadratı 1. Aha, bərabərdir. Bu 1'in törəməsi 0 edir, bu getdi 0'a. Qaldı burada nə? Sinüs x-in törəməsi, yəni f'(x) bərabər oldu. Sinüs x-in törəməsi kosinüs x, vurulsun y üstü sinüs kvadratı x. Bax, f'(x)i aldıq belə.
Bizdən də f'0 istəyir. Yazaq f'0 bərabərdir. Kosinus 0 üstə vurulsun y üstü sinus 0, sinus kvadratı 0. Bu da bərabərdir. 1 vurulsun y üstü 0. O da elədir 1 vurulsun 1, yəni 1. Demək sualımızın cavabı nə olacaq? Gördüyümüz kimi 1 cavabını aldıq. Keçdik 4-cü suala. 4-cü sual da demək belə bir maraqlı bir inteqraldır. İnteqralının qiymətini tapın. Bu tip sualları həll edəndə xüsusən integral kök altında a kvadrat minus x kvadratı tipli inteqralları hesablayanda əslində biz bilirik ki, bu tip inteqralların həllində x bərabər a sinus x və ya x bərabərdir a kosinus x əvəzləməsi aparıb həll edirik. Qeyri-müəyyən inteqrallarda a sinus x və ya a kosinus x əvəzləməsi aparıb həll edə bilərik. Amma burada müəyyən inteqralda deyə daha praktik üsulla bunu həll etməyə çalışacağım. Baxın indi daha praktik üsulla həll etməyə çalışacağım. Bu qalsın burada. Öncə nə edirəm? Kök altında 4 minus x kvadratına y-dən əvəz edirəm. Hər tərəfi kvadratına yüksəldirəm. 4 minus x kvadrat bərabər y kvadrat. Buradan x kvadrat plus y kvadrat bərabər 4. Burada biz bilirik ki, x kvadrat plus y kvadratı bərabər r kvadrat. Yəni, r'in yerinə burada 2 yazsaq, 2'nin kvadratı. Demək, mərkəzi koordinat başlanğıcı, radiusu 2 olan çevrənin tənliyidir bu, düzdür? İndi biz buna söhbət sahədən, inteqraldan gedirsə, dairə kimi baxacaq əlbəttə ki, onda bu inteqralı parçalasam, ayrı-ayrı yazsam, yəni integral 0-dan 2-yə yazsam belə kök altında 4 minus x kvadratı dx çıxılsın integral 0-dan 2-yə 2 minus x dx. Birinci integralı demək nə edəcəm? Dairənin sahəsi ilə tapsam daha yaxşı olacaq mənim üçün. Baxın, burada altında qeyd edirəm, həmin dairəni çəkirəm. Koordinat okları üzərində çəkirəm ki, mərkəzi koordinat başlanğıcında olan dairə kimi çəkirəm. Radiusu 2 demişiksə, əlbəttə bura 2-dir. Bunlar nədir? 2-dir. Burada mənfi 2 olsa, burada mənfi 2. Çünki 2 vahid olmalıdır radius. Yaxşı. 0-dan 2-yə 4 minus x kvadrat dx, yəni y-in qiymətini tapıb, əgər qursaq, qrafiki belə bir dairə alınır. 0-dan 2-yə haradır? Dairənin bax bu hissəsi deyilmi? Bəli. Dairənin bu hissəsinin sahəsi ümumi dairənin sahəsinin 4/1-idir. Onda mən dairənin sahəsini taparam. S dairə nəyə bərabərdir? Pi r kvadrat. Pi vurulsun 2'nin kvadratı. O da elədir 4pi. İndi 4/1 S-də, 4/1 S dairə də bərabər olacaq nəyə? Pi'yə. Demək, axtardığımız sahə, bax bu sahə nəyə bərabər oldu? Pi'yə. Bu sahə pi'dir. Bunu bildik. İndi mən bir dənə bu integralı hesablayıb cavabımızı alacağım. Bərabər olacaq pi çıxılsın. Bunun ibtidai funksiyası 2 minus x'in ibtidai funksiyası 2x minus x kvadrat bölü 2'dir. Sərhədlər 0-dan 2'yə bərabərdir. Pi çıxılsın. 2'ni yerinə qoyaram. 4 minus 2'nin kvadrat bölü 2, 2. 0'ı yerinə qoyanda da əlbəttə ki 0 edəcək onsuz da. Nə qalacaq burada? Pi çıx 2. Demək, axtardığımız integralın cavabı nə oldu? Pi çıx 2. İntegralın qiyməti oldu pi çıx 2. Bu da bizim 4-cü sualımız. Keçdik 5-ci suala. Sualı görürsünüz. Fx bərabərdir. X bölü x minus 2 olarsa 2'dən 3'ə d f üstü mənfi 1 x'in qiymətini tapın. Əziz müəllimlər, sualları seçib yazmışam. Yəni xüsusi sual tiplərini diqqət edin sizə yazmışam ki, yəni sizin üçün daha faydalı olsun. Gəlin indi bu integral hesablayaq. Demək, bizdən 2'dən 3'ə d f üstü mənfi 1 x'i hesablamamızı soruşur. Bunu necə yazıram? Biz bilirik ki, diferensiyalın altındakı, bax kənarda yazıram burada. İntegral dfx bərabərdir. İntegral f'(x) dx-a. Yəni integrallama qaydalarından bunu bilirik də. Diferensiyalın altındakı ifadənin törəməsini alıb diferensiyalın qabağına ata bilərik. Onda bu qaydadan istifadə etsəm,
nə edəcəm? Bərabərdir. İntegral 2-dən 3-ə f üstü mənfi 1 x-in törəməsini alıb atıram d-nin qarşısına. Olur f üstü mənfi 1 törəmə x dx. Biz də bilirik ki, integralla törəmə bir-birini nə edir? Aparır. Nə qalacaq burada? Qalacaq f üstü mənfi 1, 3-ü yerinə qoysaq 3, çıxılsın f üstü mənfi 1, nə? 2. Bax, mən bunu tapmalıyam. Bu ifadəni tapmalıyam. İndi nə edirəm burada? Heç birini bilmirəm də bunların. F üstü mənfi 1, 3-ə deyirəm n. F üstü mənfi 1, 2-yə də deyirəm n. Tərs funksiya ilə funksiyanın öz əlaqəsindən biz bilirik ki, buradan alınır ki, fn bərabərdir 3-ə. Buradan da alınır ki, fn də bərabərdir nəyə? 2-yə. İndi mən tapım fm-i, fn-i. Görək, fm 3-dür. Funksiyanı da görürük də. Bax, yazıram bura. Fx nəyə bərabər idi? X böl x çıx 2-dir də. Bizə də vermişdi. Demək, fm-i nə tapdıq? 3 tapdıq. Onda solu sola, sağı sağa bərabər edib x-i tapıb, oradan da x m-ə bərabər olacaq. Sağdan x-i tapsaq, x-in yerində m yazmışıq. Oradan m-in qiymətini tapmış olacaq. Yazaq buradan. X çıxılsın x bölü üstünə. Aha. X bölünsün x çıx 2 bərabərdir 3 yazsaq. Buradan 3x çıx 6 bərabər x və 2x6 x bərabər buradan nə aldıq? 3. X oldu 3. X üstüsə, bax, x-in yerinə nə idi burada? M-dir. Dedi ki, sağı sağa, solu sola bərabər eləyəndə m-in qiymətini tapmış olacaq. M-i tapdıq nə? 3. Yəni, m nə idi? F üstü mənfi 1-in qiyməti. F üstü mənfi 1 üçün qiyməti. Bunu tapdıq. Digər tərəfdən yenə fx bərabərdir. X bölünsün x minus 2 deyilmi? Bəli. Bəs fn nəyə bərabərdir? Fn-in də qiymətini bax, burada yazmışıq 2. Yenə x-i n-ə, sağı da sağa bərabər edək. Yəni, bu şəkildə əvəzləyək. Onda yazaq x bölü x çıx 2 bərabər 2 yazsaq. Buradan 2x minus 4 bərabər x olanda x oldu nə? 4. X 4-sə o zaman x-in yerinə nə idi? N-dir. N də oldu 4. X-i n-ə bərabər eləyəndə sağı da sağa bir daha deyirəm, bərabərləşdirdim. O zaman yazıram bura f üstü mənfi 1, 3. Çıxılsın f üstü mənfi 1, 2 bərabərdir. Demək, m çıx nə idi? N. Yəni, m-in qiyməti 3, n-in qiyməti 4 bərabər oldu nəyə? Mənfi 1-ə. Bax, bu da oldu bizim 5-ci sualın cavabı. Belə, müəllimlər, ümid edirəm ki, bu izahlarım sizin üçün faydalı olacaq. Yaxşı olar ki, sualı həll etməzdən əvvəl özünüz bir suala baxın, hər bir suala. Özünüz həll etməyə çalışın, sonra izahlara baxın, faydalanmağa çalışın. Hər kəsə uğurlar arzulayıram. İnşallah MİQ imtahanda istədiyiniz nəticəni göstərərsiniz. Videonu bəyənin, paylaşın, dəstək olun. İnşallah videolarımızın, dərslərimizin davamlı şəkildə gələcək. Sağ olun, hələlik.